Salam hörmətli izləyicilər, əziz biologiya sevərlər. Sizinlə 8-ci sinif 1-ci bölmənin ümumiləşdirici tapşırıqların izahı ilə qarşınızdayıq. İzaha başlamamızdan ilk öncə kanalımıza dəstək məqsədi ilə abunə olmağı, əgər bəyəndiysənizsə bəyən butonunu basmanızı xahiş edirik. Birinci sualımızda deyir ki, glikoza ilə glikozanın üzərinə gəlsək, bu zaman maltoz əmələ gəlmiş olacaqdır. Glikoza ilə galaktoza birləşib laktozanı yaradır. Glikoza ilə fruktoza birləşibsə saxarozanı əmələ gətirmiş olur. Vermiş şəkillər əsas fikirlərdən düzgün və yanlış olduğunu müəyyən edin. Yadınızda A heyvan yağıdır. B isə bitki yağına aiddir. Demək, A duru yağ molekulu quruluşudur. Bu yanlışdır. B quruluşlardakı yağ turşularına görə A və B birindən fərqlənir. Bəli, bu düzgündür. B bitki mənşəli yağ molekulunun quruluşudur. Bəli, bu da düzgündür. Hər iki quruluş bir-birindən fərqlənməyən hissə gliserol molekuludur. Bəli, bunlar bir-birlərinə karbon turşularına görə fərqlənirlər. Karbohidrat və zulallardan fərqli olaraq lipid molekullarının tərkibində azot elementinə rast gəlinir. Xeyr, rast gəlinmir. Lipid molekullarının tərkibində karbon, hidrogen, oksigen olur. Üçüncü sualımıza deyir ki, verilmiş fikirlər işarələ. Difuziya yalnız qazlarda baş verir. Difuziya, yadınıza saxlayın ki, yanlışdır. Həm qazda, həm maya molekullarında baş verə bilər. Ona görə bu yanlışdır. Bəzi elementlər həm də maddədir. Məsələn, oksigen həm elementdir, həm də maddədir. Yəni, bu düzgündür. Bütün üzvü maddələrin tərkibində karbon, hidrogen atomları mövcuddur. Bəli, bütün üzvü maddələrin tərkibində karbon, hidrogen molekulları mövcuddur. İnsan orqanizmində olan bütün canlı hüceyrələr membranında lipid molekulları mövcuddur. Bəli, bu da düzgündür. Qida maddələri hüceyrəyə suda həll olunmuş şəkildə daxil olur. Bu yanlışdır. Qida maddələri suda həll olunmuş şəkildə də hüceyrəyə daxil ola bilər. Bu zaman o fagositoz yolu ilə daxil olacaq. Hüceyrə daxili mühitlə hüceyrə xarici mühitin konsentrasiya fərqi ilə osmos difuziya prosesinin asıllıq qrafiki verilmişdir. Burada D hüceyrə daxili mühitdə, hüceyrə xarici mühitdəki konsentrasiya fərqidir. Konsentrasiya fərqi D ilə ifadə olunur. N isə osmozdur və difuziya prosesinin intensivliyini göstərir. İndi buradan soruşur, birinci rəqəmi ilə ifadə olunan xəttdə əsasən difuziya hansı istiqamətdə olmuşdur? Yəni, birinci rəqəm dedikdə bunu nəzərdə tutur. Burada göstərir ki, hüceyrə xarici mühitdən, hüceyrə daxili mühitə, yəni birinci xəttdə konsentrasiya fərqi artdıqca, gördüyünüz kimi difuziyanın intensivliyi də, bu difuziyanın intensivliyidir və bu difuziyanın intensivliyi də artır. Bu maddə çox olan yerdən az olan yerə keçdiyini göstərir. Deməli, maddə hüceyrənin xaricində çox, daxilində isə azdır. Sonra keçirik B-yə. İki rəqəmi ilə ifadə olunan xəttdə difuziya hansı istiqamətdə olmuşdur? Fikrinizə əsaslayın. Yəni, bunu deyir. Deməli, konsentrasiya fərqi artdıqca prosesin intensivliyi gördüyü kimi azalır. Buradan görürsünüz, bu intensivlik də yavaş-yavaş azalmış olur. Bu da onu göstərir ki, maddə hüceyrə daxilində çoxdur və xaricə doğru hərəkət etmiş olur. C. İkinci xəttdə əsasən hüceyrə daxili mühitin su potensialı ilə hüceyrə xarici mühitin su potensialı arasında fərq necə olur? Fikrini əsaslandırın. Hüceyrə İkinci xəttdə deyir. İkinci xətt budur. Və burada hüceyrə daxili bu hissədə hüceyrə daxili mühitdə su potensialı aşağıdır. Hüceyrə xarici mühitdə isə yüksəkdir. Nəyə əsaslandırırıq? Maddə hüceyrədən çıxırsa, hüceyrə daxilində həll olunmuş maddələrin miqdarı çoxalır. Maddə çox olduqca su potensialı azalır. Su həmişə yadınıza saxlayın ki, yüksək su potensialından aşağı su potensialına doğru hərəkət etmiş olur. Sonra uyğunluğu müəyyən edin. Deməli,
Burada pinositoz yazılıb. Fagositoz, plazmolis, turgor. Deməli, gəl ilk öncə burada baxaq görək. Pinositoz nədir? Pinositoz hüceyrə üçün pinositoz ümumiyyətlə pinositozdur, fagositozdur. Bu necə baş verir? Bəzi hissəciklər maddəsi ölçüsü böyük olur, hüceyrə daxilinə difuziya yolu ilə keçə bilmir. Belə hüceyrələrin hüceyrəyə daxil olması pinositoz, bir də fagositoz yolu ilə baş verir. Bax, məsələn, burada pinositozu da, fagositozu da bu ikisini aid etmiş ola bilər. Sonra pinositoz prosesində pinositoz zamanı hüceyrə üçün zəruri olan və içərisində həll olmuş maddələr, məsələn, zülaldır, şəkərdir, iyonlardır, hüceyrə xaricində mayedə ayrılan damlalarla sitoplazmaya daxil olur, yəni hüceyrəyə daxil olur. Yəni pinositozu həm də bunu ayırt etmiş olaraq. Sonra fagositoz nədir? Fagositoz isə iri və bərk hissəciklərin bəzən də bütöv hüceyrənin və onların fraqmentin hüceyrə tərəfindən udulmasıdır. Yəni fagositoza isə bunu yazacağıq. Turgor plazmoliz nədir? Turgor nədir? Plazmoliz nədir? İndi turgor nədir? Hüceyrədə daha yüksək su potensialı olan bir məhlula yerləşdirilərsə, su osmoz yolu ilə hüceyrəyə daxil olur. Nəticədə hüceyrə daxilində sitoplazmanın həcmi şişir və hüceyrə divarına doğru yaxınlaşır. Deplazmoliz baş verir ki, bu da bitki hüceyrəsinin sitoplazmasının qılafına təzyiq edir. Onu gərginləşdirir də. Bu gərginləşmə isə turgor adlanır. Deməli, turgor nə idi? Turgorda hüceyrə osmoz yolu ilə turgorda və deməli plazmolizdə deməli hüceyrədəki su potensialı yüksək olmuş olur. Plazmolizdə hüceyrə daha az su potensialı olan bir məhlula yerləşdirilərsə, osmoz yolu ilə su hüceyrəni tərk eləyir. Və bu yadınıza saxlayın ki, su hüceyrəni tərk eləyəndə hüceyrə büzüşür sanki və buna da deyirik plazmoliz. Bu qədər diqqətinizə görə sağ olun, bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.